Bismillahirrahmanirrahim. Elhamdülillah. Və salatu və selamu ala Rasulillahi və ala alihi və sahbihi və mən valah. Allahümme fəqqihna fiddin. Əsəlükə ilmən nafi'an və rizqan tayyibən və amələn mütəqabbələ və təvfiq və sədəd və ixlas və qəbul. Əmin və bə'd. Möhtərəm qardaşlar və fiqh dərslərini bir təvfiq ilə Əzzə və Cəl mənnihi və kərimihi Subhanə davam edirik. Elhamdülillah. Bilhamdü tütimmus salihat. Və Allah Subhanahu Taala'dan bu kitabın itmamına və istimrarına çatmağı və kitabın tamamına çatmağı bizə müvəffəq etməsini Allahdan istəyirik. Və nikah babı geniş babdır və kitab yenə də müxtəsərdir nə qədər olsa və rumuzul aqlam olaraq, necə deyirlər, qələmin ucundan olaraq, yəni bəzi mühüm məsələləri illah ki biz götürməliyik və onlardan da biri gəlir məsələ Leysə lil-veliyyi icbarul mər'atil bəliğəti aləz-zivac məsələsi. Veli əl-əmr nikah babında qızı ərə vermə iqtidarında olan kəslər nəzərdə tutulur. Və adətən bunu deyəndə zehnə kim gəlir? Valideyn ata. Valideyn ata. Və veli əmr qızı ərə vermə iqtidarında olan insanlar minəz-zukur kişilərdəndir, qadınlardan olmur. Kişilərdəndir, qadınlardan olmur. Və zehnə mübadirə olaraq, ilkin olaraq ata gəlir. Və onları biz inşallah keçəcək kimlərdir onlar. Mövzuəsə gələndə leysə lil-veliyyi icbarul mər'atil bəliğə, bəliğ olan, həddi buluğ yaşına çatmış, yetkinlik yaşına çatmış qadını zor ilə seçimsiz, ixtiyarsız ərə verməyə vəliyil əmrin ixtiyarı yoxdur babı. Kimi çatıra bildim? Yəni, qızın atası, ağlı kəsən, buluğ həddinə çatan, həddi buluğa çatan, yetkinlik yaşına çatan bir qızı icbari olaraq seçimsiz ərə verə bilməz babı. Və burada qəsd olunur, əlaqsüz icbaru seyyib. Bundan öncə ərdə olub da boşanmış və yaxud ərini itirmiş dul qadın əlaqsüz. Şeyx deyir ki, Əl-bəli və theyyibu la yecuzu təzvicuhə bi qeyri idnihə. Onun, yəni qadının izni olmadan, onun vəlisi onu icbari olaraq ixtiyarsız ərə vermək iqtidarında deyil. Lə lil-əb və ləl-qeyri. Nə atası, nə də başqası ərə verməz. Yaxşı, li-qeyri nə deməkdir? Bu da göstərir ki, vəlil-əmr, qızı ərə vermə iqtidarında olan vəlilər tək ata deyil. Gələcək olaraq kimlərdir? Və bu məsələ, qardaşlar, bi icma'il muslimin. Bu məsələdə icma var. Hansı məsələdə icma var? Theyyib, dul, vaxtı ikən ərdə olan, dul olan qadını, həddi buluğa çatmış, bəliğ olan, yetkinlik yaşını çoxdan keçmiş, dul olan qadını, vəlil-əmri onun icbari olaraq ixtiyarsız ərə verə bilməz bi icma'il muslimin. Bu məsələdə icma var. Dəlillərə gələndə isə Ansariyyənin hədisində ən əbəhə zəvvəcəhə və hiyə theyyib fəkərihət fəətət Rasuləllahi sallallahu aleyhi və səlləmə fərəddə nikahəhə. Bint-i Xidam el-Ansariyyə radiyallahu anhə və arzaha dul qadın idi, feyyib. Atası onun ixtiyar olmadan icazəsi onu zorla ərə verir. İstəməyə verir və o da Allah Nəbisi sallallahu aleyhi ve sellem yanına şikayətə gəlir. Allah Nəbisi sallallahu aleyhi ve sellem burada hansı misyanı yerinə yetirir? Qada, qazı hökmünü, sultan. Vəlisi olmayanın da vəlisi sultanı bilirsiniz də. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem ümmətə qazının nələr iqtidarında olmasını da burada öyrətmiş olur. Neyniyir? Nikahını iptal edir Allah Nəbisi sallallahu aleyhi ve sellem. Fəraddə nikahəhə və geri qaytatdırır. Qızı yeni ərindən ayırır və atasının izni, atasının iradəsi, atasının burada ixtiyarı tamamilə sayılmadan hər şey yerinə qaytarılır. Və məlumdur ki, bu məsələ, əlhamdülillah, Allah Nəbisi sallallahu aleyhi ve sellemdən sonra istimrarlı olaraq qazılara izin verilmişdir. Qazının ixtiyarı çadır bu məsələ, qardaşlar.
Necə qazının ixtiyarı çatır zorla evləndirməyə qızın könlü olduğu kəsə. Misal üçün, əgər bir salih bəndə, əli təmiz, dili təmiz, vicdanı təmiz, əxlaqı gözəl, iman sahibi olan bir insan bir qıza elçi gələrsə və atası onu heç bir səbəbsiz olaraq rədd edərsə, qızın maaşını tamaha düşüb, atasının qızı yaxşı yerdə işləyir, maaş gətirir və yaxud da ki, atası qızı vermək istəmir, istəyir varlı gəlsin, yaxşı müştəri axtarır. Hər hansı batil, yəni şəxsi mənfəət güdərəkdən öz tamahını öndər tutaraqdan bu cürə məqbul olmayan üzrlərlə qızı verməzsə, qızın ixtiyarı var, atasını qada'il-a'ləyə qaldırsın. Qazı burada sultandır. Qazı atasını çağıtdırır məhkəməyə. Sual verə bilərsin ki, atası məhkəməyə getməsə necə? Atasının məhkəməyə getməməyə seçimi yoxdur. Onu evin içindən gəlib aparırlar. Əlləri qandallı. Çünki qada bizdə hakimdir, sultandır. Onun yanında əskərlər olur. Hətta silahlı. Ona görə aydın məsələdir ki, əvvəlcə məktub gəlir. Dəqiq vaxt təyin olunur atasına. Misal üçün, 2-ci gün saat 10 radələrində məhkəmədə olmalısan. 3-cü məktubdan sonra isə qandallar evdən aparırlar zorla. Aydın necə? Yəni, sultanla sən oyun öyrənməsən. Atası gəlir və ondan soruşurlar, qızı ərə verməmək səbəbi nədir? Qızı istəyir getmək. Təbii ki, o heç bir üzr gətirə bilməz. İfşa olacaq, desə ki, kasıbdır, üzr məqbul deyil. Desə ki, varlı müştəri axtarım, üzr məqbul deyil. Aydın necə? Çünki Allah Nəbisi s.ə.v nə öyrətmişdi? Əxlaqı gözəl, dini gözəl birisi qızınızı istəyəndə verin demişdi. Elə isə bunun müqabilində olan tabah və şəxsi mənfəət qızı düşünmədən, şəxsi mənfəətə qoyulmuş müddəalar batildir, üzrlər məqbul deyil. O zaman qazı nə deyir? Möhtərəm valideyn, cavan oğlan buradadır, qızını verirsənmi? Sussa, qazı onu deyir, ya qızını verirsən, ya qızını verirəm. Və bu qazının saltaniyatındadır. Çünki Allah Nəbisi s.ə.v buyurur ki, hədis-i şərifdə və vəlisi olmayanın vəlisi sultandır, yəni qazı. Bu satça bunun vəlli hökmü düşdü. Necə düşdü? Çünki məqbul olmayan bir üzrə görə velayət hörmətini itirdi müvəqqəti olaraq. Aydın necə? O cəhətdən müvəqqəti olaraq düşdü. Və neynir? Atası verməsə, acıq edir, məhkəmənin zalını tərk edir, özü bilər. Qazı bismillah çəkir. İnnəlhamdülillah, nəhməduhu və nəstə'inu və nəstəğfiruh və nə'udhu billah min şurran anfusina və seyyiati a'malina. Xutbətul hacə gətirir, şahidləri gətirir, mehri tənir və qızı sanki atasıdır kimi qazı özü verir ona. Bundan sonra atası xalqın üzünə necə baxacaq, qəbilənin üzünə nə deyəcək? Bunu bildiyi halda, o halda elə bir ata yoxdur ki, könülsüz qızı ərə vermiş olmasın. Çünki bu rüsvaçılıq kimi necə deyərlər, daşıya bilməz. Aydın məsələdir. Ancaq ayırdıq mətləbə. Məsələ bizdə hansı mövzuydu? Müsəlmanların icması var. Feyyib, dul olan qadın izni, iradəsi olmadan icbari ərə verilə bilməz vəlisi tərəfindən babı. Bu məsələ icma var. Hədisə gələndə isə Ansariyyənin hədisi Allah Nəbisi sallallahu aleyhi ve sellemin yanına o zaman ki gəldi və şikayət edir ki, onun atası onu dinləmədən, iradəsi olmadan, könülsüz, zor ilə başqasına ərə vermişdi. Və Allah Nəbisi nədir? Fəraddə nikahəhə. Onları ayırdı və nikahını onun yenədir, rədd etdi. Hədis əxrəcəhül Buxariyyü və Əbu Davud və Nəsəyi və İbn-i Macə. Hədis səhihdir, qardaşlar. Həmçinin Allah Nəbisi sallallahu aleyhi ve sellemdən Əbu Hüreyra hədisində Ənə Nəbi sallallahu aleyhi ve sellem qal Lə tunkəhu əl-əyyəmu həttə tüstə'mara və lə tunkəhul bikru həttə tüstə'zən. Allah Nəbisi sallallahu aleyhi ve sellem iki sinif insanı misal gətirir. Biri feyyib, yəni dul, biri də bikir, bakirədir. Bakirə izin alınmadan, soruşulmadan onun rəyi ərə verilməz.
Dul da onun əhvalı öyrənilmədən ərə verilməz. Dulun əhvalı öyrənmək nə deməkdir? Duldan birbaşa soruşursan, razısan və dul da deyir, hə, və bəli. Buna deyirlər, onun əhvalını öyrənmək. Ancaq bikir bunu deyə bilməz, çünki bikir həya sahibi olur. Onda bu pərdə hələm açılmayıb. Neynir? Tüstəzən, ondan izin istənilir. Sussa, artıq onun rizası haqqında xəbər verir. Və Allah Nəbisi sallallahu aleyhi və səlləmdən bakirə qızın istizəni əhval haqqında soruşanda buyur ki, və keyfi idnühə ya Rasulallah, qalə təskut. Onun izni necə olur bikirin? Bikirin izni susmağıdır. Buyurur aleyhissalatu vesselam. Hədis əxrəcəhül Buxariyyu və Muslim. Hədis səhihdir, qardaş. İki səhihdə gəlib. Həmçinin an İbni Abbasin ənə Rasulallah sallallahu aleyhi ve sellem qal, leysə lil-vəliyyi ma'əth-theyyibi əmrun. Vəl-yetimətə tüstəmər və samtuhə iqraruhə. Həmçinin eyni lafzla oxşar. İbn Abbasdan da və hədis rivayət olmuşdur. Feyyib, yəni dul qadının əhvalının soruşulması, həmçinin yetimin əhvalının soruşulması və həmçinin susmaları və iqrar etməsi, susması, razılığı, onların razılığı əlaməti olması haqqında da xəbər verir. Bu hədisdə əxracə Əbu Davud və başqaları və bu lafzda Müslimdə də var. Əl-əyyimu əhaqqu bi nəfsihə lafzı ilə. Hədis səhihdir, qardaşlar. Faidətən, iki fayda. Birincisi, mən zələt bəkaratuhə bizzinə fəhiyyə kətheybi fiz-zivac. Vaxtı ikən zina səbəbi ilə bəkarətini itirmiş qadın, dul qadın hökmü nikahı əhkamları ilə tətbiq olunur. Yəni, feyyib hökmünü alır. Aydın necə? Çünki söhbət getmir bunun halal-haram olmağından. Söhbət gedir ki, artıq o bikir hökmündə deyil. Və bunun əhkamları ərə verilirlərsə gələcəkdə, misal üçün, tövbə edər, islah olar, düzələr və s. Yəni, onu nikah eləyəndə ondan soruşurlar, razısan, əhvalı soruşulur. Yəni, bikir hökmü deyil artıq. O deməlidir, hə və bəli. Aydın necə? Fələ yecuzu li vəliyyihə ən yücbirahə alə nikah və onun vəlisinə nikahına əmr etməsi məcbur olaraq icazə verilmir. Necə ki, feyyibə icazə verilməyən kimi. Yəni, qızın yəndə izni, iradəsi burada mühümdür. Və bu, Şəfiiyyə və Əhməd və Əbi Hənifənin iki şagirdinin görüşüdür. Həmçinin Əbi Hənifənin öz görüşü də bu görüşdür. Həmçinin İmam Məlik. Ancaq Məlik onlardan fərqli olaraq dedi ki, xeyr, onun əhkamları bikir əhkamlarına daha yaxındır. Çünki nikahda olmayıb. Alə kulli hal, qadının ixtiyar məsələsi ortaya qoyulmuşdur artıq. Məsələ, və in zələt bəkaratuhə bi qeyril vət'i bi isabətin nəhvə zəlik fəhiyyə kəl-bikri indəl əymətil arba'a. Əgər bu qadın bikir deyilsə, başına gələn hər hansı bir faciə səbəbi ilə, zina ilə yox, səhih odur ki, o bikir əhkamlarına tətbiq olunur. İndə əymətil ərba, 4 imamın 4-nə görə. Əbi Hənifə, Məlik, Şəfi və Əhməd. Misal üçün, qadın uşaqlıqda ağaca çıxıb, ağacdan yıxılıb və bəkarətini itirib. Aydındır. Və yaxud iyazın billah təcavüz ediblər uşağa. Və yaxud da ki, nəsə buna oxşar bir müsibət gəlib, iyazın billah, bəkarəti vat yolu ilə yox, yəni könüllü zina yolu ilə yox, başına gələn hər hansı bir müsibət səbəbi olubsa, səhih odur ki, onun nikahı zamanı əhkamlar bikir əhkamları ilə olur. Onun əhvalı, izni soruşulur və onun susması razılıq əlamətidir. Aydındır. Bu məsələnin 4 imam tərəfindən qəbul olmasına müraciət üçün Məcmu'ul Fətavil İbn Teymiyyə baxa bilərsiniz. Həmçinin Fəthül Qadir və Ravzatut Talibin vəl-Muğni li İbn Qudamə rahiməhumullahu cəmiyyən. İkinci fayda, ət-təni, İzə zəvvəcə əv zəvvəcəl vəliyyü səyyibə bi qeyri iznihə thumma əcazət əl-aqd. Fəl-aqdu sahih lə yəhtəcu ilə istithnafihi min cədid. İkinci fayda, fərz edin ki, olan olub, keçən keçib. Qızın atası dul qadını məcburi ərə verib. Bu saçı yaşayırlar, ailə davam edir.
Nikah batildir mi yoxsa nikah mı istimrarlıdır? Nikahı təzələməyə ehtiyac varmı? Ancaq razılar. Razılığa bax, həyat davam eləyəndən sonra razı oldular. Ancaq əvvəldə razı deyil, məcbur eləmişdilər. Səhih odur ki, həyat davam eləyir, nikahı yeni etməyə ehtiyac yoxdur. Aydındır, şəkildə atası günaha girdi. Ancaq nikah səhihdir, aydın necə, həyat davam eləyir və nikahı təzdən istinaf, yenidən yenitməyə ehtiyac yoxdur. İndə əksərül uləmə, əksər alimlərin görüşünə görə illə Şafiiyyə və İmam Əhmədin iki görüşündən birinə görə xeyr. Belə olduğu zaman təzdən nikahını kəsək, dedilər. Ancaq əksər uləma isə birinci görüşdədir. Hansı görüşdür? Səhih hansıdır? Nikah təzdən yenitməyə ehtiyac yoxdur. Həyat davam eləyir və yaşayırlar və nikah baş vermişdir. Sadəcə valideyni günaha girmişdir. Birinci görüş sahibləri, səhih görüş sahibləri, əksər uləma və içərisində də Əbi Hənifətə və Məlik və İmam Əhmədin iki görüşünün birinci görüşü. İcbarül bikr əl-bəliğə. Həddi buluq, yetkinlik yaşına çatmış bakirənin icbarı, nikahda icbarı. Yəni qızdır, həddi buluğa çatıb. 16 yaşı var, 18 yaşı var. Ərəblərdə əslən 12 yaşından olur. Lap tez olur. Hətta lap qədimdə 8 yaşında olurdu, 9 yaşında olurdu. اختلف العلماء في البكر البالغة العاقلة هل وليها إجبارها. Ulema bu məsələdə ixtilaf eləmişdir. Onun vəlisi onu könülsüz ərə verə bilərmi? Hansı söhbət gedir yəni burada? Bəkirə, ancaq bəliğ, həddi buluğa çatmış, ağlı kəsən. İki dənə görüş var. Birinci görüş və səhih görüş budur ki, vəlisinin ixtiyarı yoxdur və günaha girir. Ona icazə verilmir ki, bakirə olan, həddi buluq olan qızını məcburi ərə versin. Onun hökmü seyib hökmünə eylidir. Və bu, Əbi Hənifənin və Əbi Hənifənin ashabının, yəni iki möhtəşəm imam Muhammed ibn Şeymən və Qazi Yusufun görüşləridir. Həmçinin İmam Əhməd, Əvl-Əvzə'i və Thəvri və Əbi Ubeyd və Əbi Thəvr və İbn-i Munzir və Şeyhülislam ibn Teymiyyə bu görüşü tərcih edir. Səhih odur ki, nədir? Yəni, görüş məsələdə bu belədir. Xatırlatın məsələni, bikr əl-bəliğə əl-aqilə, ağlı kəsən, bəliğ olan bikr qadını məcburi, könülsüz ərə verməsi atasına icazə verilmir. Dəlil, İbn Abbas rivayətində bir bakirə qız uşağı ərə verilir, könüllüsüz, atası onu ərə verir və o Allah Nəbisi sallallahu aleyhi ve sellem yanına gəlir və bunu ona xatırladır və deyir ki, ənnə əbəhə zəvvəcəhə və hiyə kərihə. Atası bunun könlü olmadan bunu ərə vermişdir birinə və Allah Nəbisi sallallahu aleyhi ve sellem fəxəyyərəhə neyniyir? O qadına ixtiyar verir. Qalırsan mı, gedirsən mi, aydındır, razısan mı, yoxsa nikahı pozaq? Xəyyərəhə. Hədis Əxrac Əbu Davud və İbn Macə. Hədisin bir çox yolları var. Ümumi şahidlərlə hədis əməl olunacaq dərəcədədir, elhamdülillah. Həmçinin Əd-Daraqutni və Beyhaqi bunu rivayət edilmişdir. Hədisi bütün qollarla gətirəndə Hafiz buyurur ki, rahiməhullah, hədis inşallah bir-birini gücləndirir. Yəni, zəif dərəcəsindən həsən dərəcəsinə, əməl olacaq dərəcəsinə qalır. Çünki hədis bir çox qollarla gəlib. Həmçinin bunun məntiqi, əqli dəlilləri də var, qardaşlar. Yəni, nasdan qıraqda. O da nədir? Necə ki, atasının həddi buluğa çatmış övladının malında ixtiyar olmadığı kimi qızının, necə? Eləcə də onun namusunda da ixtiyar yoxdur. Namus maldan daha betərdir. Necə? Necə ki, o qız əgər rüşd halına çatarsa, həddi buluq, yetkinlik, ağlı kəsən adı çatarsa və onun malı varsa, misal üçün, qız yetimdir, vəlisi də başqasıdırsa, onun izni olmadan onun malını yeyə bilmir,
təsərrüf elə bilmir, aydın necə? Eləcə də nikah məsələsi daha şiddətlidir. Çünki insanın namus mülkü dünya mal mülkündən daha öndərdir. Həmçinin əqli dəlillərdən qardaşlar, bu qadının məcburi evləndirilməsi həm əqli, həm dinin usul məqsədlərinə ziddir. Necə ki, Şəriəl Həkim Subhanahu Teala onun vəlisinə izin verməmişdi ki, qızı məcburi, yəni ticarət eləməyə vadar etsin, ya da ki, öz halal əmlakını satdırmağa icazə verilmir ona və s. Qızın öz malı var, qızı yetimdir və başqasının vilayəti altındadır. Qızın malını izni olmadan kirayı verdirsin və pul qazansın, şəriət buna icazə vermir bu cür vəlilərə. Eləcə də namus məsələsi daha öndərdir. Həmçinin əqli dəlillərdən məlumdur ki, qadın əlində talaq olmasa belə şəriət ona fəsx hökmünü vermişdir. Fəsx, yəni əri onu boşamadığı halda və boşamağa layiq olduğu halda qadın istəmir orada ərdə qalmağa. Əri misal üçün gedir, illərlə gəlmir və işliyinə görə başqaları ilə də kifayətlənir və qadın ondan talaq istəyir, azad olmaq istəyir və ər də talaq vermir. Şəriət birisi qadına talaqı onun əlinə verməyib, ancaq onun talağını qazının əlinə verib. Qazının yanına gedib öz talağını fəsx eləyə bilər. Birisindən məsələ nə? Eləcə də, madəm ki, şəriət o qadına təxallus, azad olmaq hüququnu veribsə, o ki, qaldı ibtidaən, məcburiyyət necə? Min bəbil əvlə. Kim onu ixtiyarını ıssız olaraq namusunun aydındır, əmlak edə bilər özünə? Əgər şəriət ona əslə təxallusu icazə veribsə. Əhkam-ı zivəc babında baxa bilərsiniz, 146-cı səhifədə. Həmçin faydalardan, qardaşlar, faydalardan biri, qardaşlar, əgər qızın vəlisi doğma atası və ya babasıdırsa, məsələ hələm ixtilaflıdır. O ki, qaldı, onun vəlisi biraz uzaq adamdır, doğma qardaşı kimi və ya əmsi kimi. Aydın necə? Lap olurlar, yəni haqqı girirlər o zaman. Bu səbəblə Şeyx İslam İbn Teymiyyə Rahimehullah bu məsələdə müsəlmanların icmasını gətirir. İcma nədən ibarətdir? İcma var məsələdə ki, ata və baba deyilsə, başqasına Allah-xüsus icazə verilmir, qızın izni olmadan evləndirilməsinə. Məcmu'l Fətəva 23-cü mücəlləd və 42-ci səhifə. Gəldi məsələ və çox maraqlı məsələdir. İcbar səğirə, kiçik qızı könülsüz ərə vermək. Kiçik qız burada nə nəzər tutulur, qardaşlar? O qız ki, evlənməyi əslə idrak eləmir və ağlı kəsmir və bilmir ki, xeyr nədir, şər nədir, heç bilmir ki, o nə üçün gəlin paltarını bəzirlər və evdən gəlin kötükürürlər, o heç bilmir ki, evlənmək nə olan şeydir. Aydındır, bakir olmuş, ancaq ağlı həm kəsmir. Ağlı uşaq ağlı kimidir. Bu məsələdə hökmü. Onun izni zəruridirmi? Mütləq ki, ona izin almalıdır. Yoxsa məsləhət olarsa, atası onu birbaşa, onu qızdan soruşmadan ərə verəl babı. İttəfəqəl uləməu illə mən şəzzə alə ənəl bikrə səğirə ləti ləm təbluğu yəcuzu liyəbiyən üzəvvücəhə bidun idnihə. Səhih odur ki, uləma bu məsələdə ittifaq etmişlər ki, onun izninin soruşulmasına ehtiyac yoxdur. Atası məsləhət olduğu bir halda onu ərə verə bilər. İzlə mə'nə əl-istizən mən lə tədri məl-izin. Çünki iznin nə olmasını idrak etməyən insandan izni istəməyin nə mənası var? وَمَنْ يَسْتَوِي سُكُوتُهَا وَسَخَطُهَا və susmağıyla narazılığını heç ayırt edə bilməyən bir insandan soruşmanın nə
mənası var. Və yaddan çıxartmayın ki, ata, söhbət həqiqi atadan gedir, övladına ən yaxşını seçər. Yad deyil axı, düşmən deyil axı, öz balasıdır da. Təbii ki, o ona uyğununu seçər, şərəflisini seçər, namuslusunu, iffətli, təmiz, çox üzr istəyirəm, göyşək insan seçər onun üçün kifir olmasın ki, aydın necə qız da onları ürtməsi və s. Həqiqata belə olur adətən. Düzdür? Qız da bu şeylər əsl idrak eləmir. Evlənmək nədir, ərə getmək nədir, baş yerdə düşmür və atası ona evləndirmək qərarına gəlmişdi. O zaman qızın iznini soruşmurlar. Razısan, hə, yox, sukut, iqrar, çünki bunlar əslə dərk eləmir. Aydındır. Bu məsələdə uləmanın ittifaqı var, caizdir. Caiz görməyənlərin də görüşü bu məsələdə qardaşlar şaz sayılır. İstərsən Fəthül Bəriyə bax, istərsən Muğni İbn Qudamə, istərsən Bidayətil Müştəhidə bax. Bu məsələdə ittifaq var. Dəlil nəyə gətirirlər? Əbu Bəkrin Siddiq radiyallahu anhu. Allah Nəbisi sallallahu aleyhi ve sellemə Ayşə anamızı neyədi? İzdivac elətdirdi, verdi ona həyat yoldaşı olaraq. Ondan izin soruşmadan, Ayşədən izin soruşmadan, onun rəyini öyrənmədən. O da sağira, kiçik idi. Ləm təbluğ, buluğ haddinə çatmamışdır. O ki, qaldı hədisə zid olması, وَلَا تُنْكَحُ الْمَرْءُ بِكْرُ حَتَّى تُسْتَأْدَنْ Bakira qız izni soruşulmadan ərə verilməz hədsinə gələndə isə bunu da müqayisə etdilər həmin bakirənin ağlı kəsmə və buluğ həddinə çatma şərtləri ilə bərabər. Aydın necə? Bu bir. İkinci də ki, əgər seçim müvəffəqdirsə və bu qız yəni ağıl kəsməyən uşaqdır, heç nə dərk eləmir. Xeyr nədir, şər nədir? Bunu başlı-başına bıraxsan dumbulçuya gedəcək ya da ki, çəkməkçiyə. Ya da ki, tütək çalana. Qanmır axı, aydın necə? Atası bilir xeyr nədir və ona uyğun olan bir, yaşına da uyğun, yəni bir ona himayəsini ala biləcək, ona baxacaq, onu sevəcək, ona hər şeyi verə biləcək bir nəfər seçib. Təbii ki, bu məsələdə onun izinə bıraxsam, yəni zaten o bilmir, seçimi bilmir, fərqləndirmir xeyirlə şəri. Ancaq məsələdə bir dənə illə var. Diqqətlə dinləyicilər qulaq assın. İllə həmin bikir, bakirə qız, az yaşlı qız, zəkidirsə, patındırsa və məsələləri ayıra bilirsə, ağlı kəsirsə, o zaman onun izni tələb olunur. Aydın necə? Onun izni tələb olunur. Vallahu aləm. Faidə. Həl yücbirus sagirətə qeyrəl-ab. Ata deyilsə, başqa vəli, kiçiyi, könülsüz ərə vermək iqtidarındadır bu məsələsi. Şeyxülislam İbn Teymiyyə rahimehullah ittifaqı gətirir. Deyir ki, ittifaq vardır ki, ata və baba istisnadır. Yalnız bunlara icazə verilib. Bunların qırağında olan digər vəlilərə bu ixtiyar verilməyib. Kiçik qız uşağını könülsüz ərə vermək ixtiyarı verilməyib. Niyə görə? Çünki ata kimi daha övladına kim şəfqətli ola bilər? Həmçinin baba, nəvə şirindir. Övladın övladıdır, aydındır. Qardaş bu hənanı, bu gözəlliyi, bu şəfqəti heç vaxt yığa bilməz. Qardaş baxma da, onun kimidir, bir taydır. Rəqabət sahibidir əslində bir baxımda. Aydındır, həmçinin əmi. Ancaq ata başqa şeydir. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah ittifaqı gətirir. Nə məsələsində ata və baba deyilsə, başqasına əsla ixtiyarı verilməyib. Sağira kiçiyi icbari olaraq ərə verməyə. Mecmu'l Fətava 23-cü səhifə, 23-cü mücəlləd və baxa bilərsin inşallah. قلت لعله أراد الأئمة الثلاثة فقد قال أبي حنيفة والأوزاعي في الثيب الصغيرة يزوجها كل ولي فإذا بلغت ثبت لها الخيار. Şeyx deyir ki, İbn Teymiyyanın şeyx görüşünü gətirir, ittifaq məsələsini. Burada 3 imam nəzər tutur. Yəni 4-ünün 3-ünü imam nəzər tutur. Həmçinin Əbi Hənifə və Əl-Əvzai Seyyib haqqında kiçik olarsa belə
Seyib haqqında buyurur ki, dula gələndə isə hər bir vəli, onun vəlilik hökmü düşən hər bir vəli ona ərə verə bilər. Həddi buluğa çatanda isə ixtiyar ona qaytarırlar təzdən. Seçim ona qaytarırlar. Söhbət necə gedir? Seçim ona qaytarırlar. Yəni bu, buluğ həddinə çatandan sonra seçim məsələsi öndə tutular. Fəthül Bəri və Bidət Müştəhidə baxa bilərsiniz. Hədisdə öncə gələn hədis. Tustə'məru əl-yetimətə fi nəfsihə. Fəin səkətət fəhuvə idnühə. Yetimə, qız yəni, onun işinə baxırlar. Əhvalı soruşurlar. Əgər susarsa, bu onun razılığıdır. وَاِنْ أَبَتْ فَلَا جَوَازَ عَلَيْهَا. Əgər inkar edərsə, narazı olarsa, ona evləndirilməz. Həmin insan ona evləndirilməz. Sahih, hədisun sahih, Axrac Əbu Davud və Tirmizi və Nəsəi. Yetimə sağir burada nəzərdə tutulur? Heyz olmamış qız. Yaxşı əvliyə, qızın vəliləri. Kimlərdir bunlar? Qardaşlar, xatırladırım ki, hər məzhəbdə bu məsələnin tərtibi müxtəlifdir. Fayda babından verəcəm, sonra yetkin qərara gələcəm. Birinci məzhəbimiz Nu'man ibn Thabit, Əbi Hanifədə rahiməhullah, tərtib belədir. Birinci vəli kimdir onlarda? Qadının öz övladları. Təbii burada dul artıq nəzərdə tutuldu. Qadın duldu. Onun övladı ona ərə verər. İxtiyar birinci ona verilir. Övlad da həddi buluğa çatıb. Övladın 25 yaşı var, 30 yaşı var. Aydındır, qadın da duldur. Övladın 25 yaşı var, qadının da 45 yaşı var. Hərəmlərə gedən vaxtıdır. Bərisi kim durur, ona sahib kim durur? Birinci, Əbi Hənifə məzhəbinə görə birinci övladları durur. Qadının oğlanları durur. Sümmə əbnəəhum. Sonra onların övladları. Burada artıq qadın 60 yaşı var. Nəvələrində maşallah 20 yaşı var. Oğlanları ölüb ancaq nəvələr durur. Aydın necə? Sonra əb, qadının atası. Sonra cəd, qadının babası. Sonra qadının qardaşları. Sonra qadının qardaşlarının övladları. Sonra əmiləri. Sonra əmilərin övladları. Bu birinci görüşdür və heç nə yadda saxlamadınız. Çünki yazmırsınız və əzbərləmirsiniz. İkinci məzhəb, buna daha oxşar deyəndə, qadının öz övladları, sonra övladlarının övladları, sonra ata, sonra qardaşlar, qadın qardaşları, sonra qardaşların övladları, sonra baba ən axırda. Sonra gəlirik Şəfiiyyə vəl-Hənəbilə. Bu qoşalıq da görüşlərində eynidir. Şəfiiyyə birinci tərtib, birinci vilayət atanındır. Həmçin İmam Əhmədin də görüşü budur. Ata qızın ilk vərisidir. Qızı ata verər. Sonra baba verər. Yəni ata yoxsa baba verər. Çünki baba ata yerindədir. Tərtibin üçüncü qismi Şəfi məzhəbinə görə qızın qardaşları verər. Tərtib növbəti, qardaşlardan sonra gəlir, tərtibdə sonra nə gəlir? Qızın, qadının, yəni övladları. Sonra əmilər, sonra onların övladları. Keçək Həmbəli məzhəbinə. Tərtibdə birinci atadır. Qızı ata verər. Qızın baş vərisi atadır. Yoxdursa babasıdır. Yoxdursa qadının övladlarıdır. Yoxdursa övladlarının övladlarıdır. Sonra tərtibdə qardaşları gəlir, qızın qardaşları gəlir, sonra onların övladlarıdır. Sonra bunlar heç bir olmayandan sonra qızın əmiləridir. Onlar da olmayandan sonra qızın əmlərinin övladlarıdır. Yaxşı nəticə, deyəcəksiniz ki, nəticəsiz çıxdıq. Sizi sevindirim, yaxşılaşdırım. Bunların hamısı vəlil ahddır. Heç bir olmazsa, biri olarsa bəs eləyər. Aydındır, bunlar hamısı vəli sahiblərdir. Əl-zabit fil-vəli. Bu məsələdə əl-zabit meyyar olaraq, ölçü olaraq nədir?
El-qarabə vəl-hirs alə maslahatil mər'a və riayətihə. Qadına ən çox şəfqət yandıran, ən çox onun qeydinə qalan, ən çox onu düşünən insan daha yaxındır vilayətdə. O da kim olur sizcə? Qızın atası təbii ki. Atadan daha övlada, qıza daha kim yaxın ola bilər? Onun məsləhətini düşünən, onun qeydinə qalan, onun üçün xeyir istəyən daha kim ola bilər sizcə? Bu cəhətdə nə olur? Ata birinci olur. وَلَا رَيْبَ أَنَّ الْأَبْ أَقْرَبَ الْأَوْلِيَا Və şək yoxdur ki, əvliyalar tərtibində ata birincidir. لِمَاذَا؟ وَهُوَ أَكْثَرُهُمْ حَنُونًا وَشَفْقَةً وَرِفْقَةً Çünki bu vəlilər arasında ən çox övladına qayğı, sayğı, dəyər, şəfqət, lin, mərhəmət, rəhmət məhz atadan gəlir. Və sonra baba. Niyə görə? Çünki baba da ata hökmündədir. Və in alə. Və baba qızın atasının atasıdır. Və bu qız da onun sanki övladıdır, axı nəvəsidir və nəvəs şirindir. Həmin xüsusiyyətlər babada da olur. Hətta deyir ki, ola bilsin ki, baba atadan üstündür vilayətdə. Şəfqəti atasının daha güclü olsun. O ki, qaldı siraya baxsaq, Allah Nəbisi sallallahu aleyhi ve sellemin dövründəki məşhur olan qızları, ataları ələ verərdilər. Vəlilər atalar olardı. Əgər ataları mövcud idisə. Necə Əbu Bakır və Omar öz qızlarını ələ verdilər. Ayşə və Hafsa bilirsiniz bunu. Və həmçinin sairə sahabədə belə edərdilər. Qızlarını özləri verərdilər. Və sonra daha yaxın olan vəlilər olur. Qardaşlar, vəlilərin ümumi tərtibini ən azı bilməlisiniz. 4 məzhəbin 4-ündə də vəlilərin tərtibi müxtəlif olsa da vəlilər eynidir. Aydındır, tərtibləri müxtəlifdir sadəcə olaraq. Bu tərtibləri mütləq bilməlidir hər bir elm tələbəsi. Nikah kəsmə qardaş, get nikahı kəsənlərə ver. Sən vəlilərin tərtiblərini əsl əzbərləməmsən. Yaxşı tərtibləri bilmək vacib deyil. Vəlilər kimlərdən ibarət onların sayını bilmirsən və insan götürür nikah kəsir. Cəmaat evləndirir. Tərtibləri belə mutqin olmasan, dabit olmasan belə, heç olmasa vəli kimlərdən düşür? Adam gəldirir ki, qızı dayısı verir mənə. Amma dayıdan vəli yoxdur. Adam gəldirir ki, qızın anası razıdır. Anadan vəli çıxmır, qardaş. Vəliləri tərtibini bilməsə, heç olmasa vəlilər kimlərdir onu bilməlidir insan. Və ən qərbəsi odur ki, deyir ki, qızın atası onu mənə vermir, neyniyim? Deyir ki, qızın atası kimdir? Deyir ki, Yahudi. Yahudidən vəli olmur əslən. Və ya da qızın atası xristiyandır. Xristiyandan vəli olmur. Və ya da qızın atası komünistdir. Qızsa müsəlmandır. Vəli deyil o. Sayılmır onun vilayəti. Sayılmır. Kimdir o qızın vilayəti? Kimin əlindədir? Qazi. Çünki Allah Nəbisi s.ə.v açıq hədisdə buyurur ki, və vəlisi olmayan vəlisi sultandır. Yəni qazi. Şeyxdir ki, tərtibə gələndə isə vallahu aləm ən yaxın görüş birinci Şafiyyə, sonra Hənəbilənin görüşüdür rahimehullah. Və bu bizim müəllifin seçimidir. Vallahu aləm Hənəbilə ilə Şafiyyənin görüşləri bir-birinə çox yaxındır. Hədə və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbə ecmaîn.